Sizdə də deyirəm ki, heç bir sözünüzü kəsmirik. Olduğu kimi də nə açıqlama versəz, onu da efirə verəcəyik. Zaten siz bu sözü deyirsinizsə ki, belədir, biz onu durub montaj edib başqa bir şey çıxarda bilmərik. Dediyiniz sözü də olduğu kimi verəcəyik, açıqlamanız. Baku TV-nin müxbiri səs yazısında bizə söz verib ki, heç bir materialı kəsməyəcək və olduğu kimi efirə verəcək. Lakin efirə gedən süjetdə Atilla Uysalın təxminən 5 dəqiqəlik müsahibəsinin yalnız 26 saniyəsi yayımlanıb. Üstəlik Divin filmin direktor köməkçisi Leyla Məmmədli də müsahibəsində mühüm nüanslara toxunmasına baxmayaraq, onun çıxışı da efirə verilməyib. Əsassız və sübutsuz çıxışlara, xüsusilə əvvəllər məhkum olmuş Orxan Qulamlının cəfəngiyatlarına, Divin filmlə heç bir hüquqi əlaqəsi və müqaviləsi olmayan şəxslərin şikayətlərinə və hətta qanunsuz, icazəsiz şəkildə müxbir Jalə Qəhrəmanlı tərəfindən gizlicə çəkilmiş kadrlarına vaxt baxımından qənaət edilmədən efirə verilib. Bu, açıq şəkildə göstərir ki, Baku TV obyektivlik və ədalət prinsiplərindən uzaqdır. Şəxsi maraqlar naminə qərəzli və məkirli